İfası ilə dinləyicilərinin qəlbini fəth edən xalq artistimiz Tünzalə Ağayevanın səsinin əks sədası bu dəfə Naxçıvandan gəlib. Sevimli müğənnimiz qədim diyarımızda geniş və gözəl konsert proqramı ilə çıxış edib. Lakin müəllim söylər, onların yox qiyməti, yox qiyməti. Bir qızın ancaq bilgidir, təmizlikdir, zinəti, zinəti. Xalq artisti Tünzalə Ağayeva Dünya Autizm Məlumatlandırma Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Autizmli Uşaqlara Dəstək İctimai Birliyinin dəvəti ilə autizmli uşaqlarla görüşüb. Belə bir görüşün baş tutmasından məmnunluq hissi keçirdiyini bildirən Tünzalə Ağayeva onu da qeyd edib ki, autizmli uşaqlara dəstək olmaq, onlara qayğı, sevgi və diqqət göstərmək, həyatlarına rəng qatmaq böyük təşəbbüsdür. İncəsənət, sevgi və mərhəmət varsa, həyat gözəldir deyə xalq artisti öz sevinç hisslərini bölüşüb. Bugün hər şey yaxşı olacaq, yaxşıdır, həmişə. Bugün hər şey yaxşı olacaq, üzüntülər dünəndə qalacaq, günəş kimi yatan olacaq, saadət bizə yar olacaq. Sevilən müğənni eyni zamanda Naxçıvanda yerləşən Heydər Əliyev sarayında tamaşaçıların qarşısına çıxıb. Tünzalə Ağayevanı səhnədə Tünzalə Music Band ansamblı, Tünzalə Dance Group adlı rəqs qrupu və məşhur gitara ifaçısı Rəhman Məmmədli müşahidə ediblər. Tünzalə Ağayeva konserti zamanı unudulmayan, sevilən və dillər əzbərinə çevrilən hitlərini canlı ifa edib. Hər kəs də Tünzalə Ağayeva ilə birlikdə bütün ifaları əzbər söyləyib. Başqasından fərqli, belə yaralı, o belə gözəl. Böyük izdiham və gürültülü alqışlarla qarşılanan xalq artistinin möhtəşəm konsertində minə yaxın tamaşaçı bir araya gəlib. Yüksək enerji ilə çıxış edən Pop Ulduzun konsert proqramı anşlaqla keçib. Konsertdən sonra böyük fanat kütləsi ilə qarşılanan müğənni sevənləri ilə xatirə fotoları da çəkdirib. O belə gözəl.